İranın Hörmüz boğazından keçən gəmilərdən təhlükəsiz dəhliz üçün ödəniş tələb etməyə başlaması ilə bağlı xarici mənbələrdə məlumatlar yayılıb. Artıq bir neçə tankerin bu yolla boğazdan keçdiyi və hər gəmiyə görə İran və Omana 2 milyon dollar ödədiyi bildirilir. Bu yeni qayda gerçək və işlək olarsa həm İranın iqtisadi gücünə təsir edə, həm də qlobal neft bazarında qiymət dalğalanmalarına səbəb ola bilər. Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şabanın fikirlərini dinləyək. Demək, İranın Hörmüzdən keçən gəmilərdən 2 milyon dollar alması bu qəti gələcək zaman şəkilcisində vurğulamaq məncə düzgün deyil. O baxımdan ki, bu heç yerdə sənədləşməyib və bu baxımdan da bunu sadəcə İranın istəyi kimi qəbul etmək olar. İkinci bir tərəfdən, bəli, mümkündür ki 2 milyon da hətta 3 milyon da hansısa tankerdən alıb onu çıxardıb. Və Brent markalı neft İran müharibəsi davam edən zaman ən bahalı partiyası Hindistanda keçirilən bir spot partiya üçün bir bareli 170 dollardan alınmışdı. Ancaq hamıya bəllidir ki, neftin qiyməti rəsmən 119.5-dən yuxarı artmamışdı. Yəni, situativ belə hallar mümkündür. Kimsə gəldi, aldı, kimsə onu verdi. Başqa bir tərəfdən hansısa ölkələrlə razılaşma var və bunun əsasında onu yola saldı. Belə deyək də, Hörmüzdən. Ancaq mən hesab edirəm ki, İranla razılaşmalar, o danışıqlar ancaq İslamabadda aprelin 10-unda başlayacaq. Və hesab etmirəm ki, bir günün içərisində o İranın tələbləri ki var, onlar razılaşdırılacaq. Seriya növbəli bir danışıqlar prosesi olacaq. Çünki o danışıqları hətta altında imza qoysalar belə, mən ona da inanmıram ki, o 100% həyata keçiriləcək. Bu baxımdan da bazar necə reallaşacaq o razılaşma, ondan asılı olaraq stabilləşməyə doğru gedəcək. Yəni, yeni qayda qanun olacaq, yeni keçid olacaq. Ondan sonra bunun əvəzində nə alacaqlar? Yəni, çox şey dəyişəcək. Bəli, mən onu da qəbul edirəm ki, 28 fevral 2026-cı ilə qədər Hörmüzdən keçid ona qayıdış olmayacaq. Orada korrektələr olacaq. Ancaq necə olacaq? Bu nə İranın istəyindən olacaq, nə Amerikanın istəyindən olacaq. Burada Körfəz ölkələrinin də marağı ortada olmalıdır və hardasa kompromislər olacaq. Belə bir şey yoxdur ki, mən bunu istəyirəm, belə də olacaq. Bəli, onlar öz arzularını səsləndirirlər. Ancaq hər arzu gerçəkləşmir axı. Özü də faktiki olaraq müharibəni udmamış bir ölkə üçün. Baxmayaraq ki, hər tərəf çox qəribədir, deyir ki, müharibəni biz udduq. İndi ona görə bir qədər zaman lazımdır və biz bunu daha aydın şəkildə hansı istiqamətə dəyişməsini görə biləcəyik.